Məni kəfənlə sonra meydana get. Muxtar kifayət qədər Nariyəyə olan eşqinin zərərini ödəyib. Get. Ayağıma dolaşma. Ne oldu Nariye? Sanki qulaq falına çıxmışdın kələkbaz. Eşitdin də, eşqinin zərərini ödəyib. Ah, tuf ölənlərinin qəbrinə Nariyə. Kaş görbagör olmuş atan peyğəmbərin qəzəbinə düşər olmuşlardan olmayaydı. Ne için qəbrə söyürsən Nariye? Qəbrə söymək deyil cariyə. Ürəyim qan ağlayır. Səmrə İbn Cündəbdən başqa hər kimin qızı olsaydım, inan ki iti baxışlarımla Muxtarın dilini kəsərdim. Elə indi də eləyə bilərsən. Mümkün deyil cariyə. Əminin vəsvəsələri daha təsir edici olub. İstəyir ki döyüşə getsin. İstəyir getsin. Nəyə görə mən onun ayağına düşüb özümü ucuz eləməliyəm? Yox. Görünür sənin də Muxtarı döyüş geyimində görməkdən xoşun gəlir. Niyə də olmasın? Muxtar döyüş geyimində daha da ürəyi yatandı, nəinki əkinçi geyimində. Bilirsən, o saqqalını qısaldanda surəti daha qürurlu olur. Nariye, sən niyə qısqanc deyilsən? Muxtarın döyüş geyimi sənin rəqibindir. Qorxmursan ki bu gedişlə evini xaraba qoya? Doğrudan? Muxtar meydana girib bir nərə çəksə, təkcə Həsənin düşmənlərinin qəlbini lərzəyə salmayacaq. Qara gözdə ərəb qızları da onun eşqindən qəşş eləyib öləcəklər. İnan mənə. Qələt eləyərlər. Onların gözlərini bir-bir hədəqəsindən çıxararam. Əfsanələrində Rüstəm adlı bir pəhləvanın dastanı var ki, əjdahanı öldürür, divləri və cinləri məğlub eləyir. Nə demək istəyirsən? Rüstəmə oxşayırsan. Dəhşətli müharibələrin pəhləvanı və ağır döyüş meydanlarının fatihi. Mən həmişə xəyalımdakı Rüstəmi sənə bənzətmişəm. Kiyan, mən Muxtaram. Özümə oxşayıram. Məncə sənin dastanındakı Rüstəm də gəlsə cəmaatın ötəsindən gələ bilməz. Vəziyyət mən düşündüyümdən də gərgindir. Səni ağuşuna çəkən əllər ovucunun içində kinli xəncər gizlədib. Bu dəfə Muaviyə qızını qızıldan olan cehizliyə vəd eləyib. Təkcə Allah müştəbanı bu hilənin şərindən hifz eləyə bilər. Ey bazar əhli! Ədalətli adil hökmdarın qərarı! Şöhrətli Həzrət Muxtar döyüşməyə razı! Xatakar düşməni məhv eləməyə hazır ərəbdən əcəmdən qorxmayın! Qorxmaz, igid pəhləvan, hiləgər düşməni məhv edər! Siperleri Mekke siperleri, kılıncları Hind kılıncları, zirehleri Davud zirehleri, Şam ordusunun kudretinden her ne eşitmişsizsə az da az. Necə cəngavərlərdi. Mən hələ bu vaxtacan bu görkəmdə, bu quruluşda adamlar görməmişdim. Allahın qüdrətinin nişanələri idi. Boybuxunlu, uca baldırları at kimi, biləkləri buğa biləkləri kimi, gözləri bərəlmiş, eynən div gözü kimi. Elə ki bu əcinələri gördüm, o saat kəlmi-i şəhadətimi oxudum.
dil açıb yalvardım. İraqlı olduğumu biləndə yaman gün görməyəsiz. Məni tutub ayaqlarımdan asdılar və döyüş törəsən. Hardan bildilər ki, sən İraqlısan? Hardan? Ləhcəmlə? Biz İraqlıların əyn və qeyn hərfi Şamlıların əyn və qeyn hərfindən fərqlidir. Aman onların küzələrindən. Küzə deyildi, qara bəla idi. Müsəlmanlar eşitməsin, kafirlər görməsin. Bacılardan hamilə olanı yoxdur ki, hə? Şam ordusunun qorxusu ağlını, huşunu başından alıb. Kuzənin hamilə qadınla nə əlaqəsi var? Əlaqəsi odur ki, müsəlmanların balasının qatili olmaq istəmirəm. Hamilə qadın Şamlıların küzələrinin içində gördüklərimi eşitsə, qorxudan uşağını salar. Bu üsulla bizi yarımcan eləmisən. Can çək. De görüm kuzələrin içində nə görmüsən? Əqrəb. Zəhərli əqrəblər. Min dəvəni iki zəhərli əqrəblə dolu küzələrlə yükləyiblər. İstəyirlər ki, onları mancanaqlarla götürüb Mədayinin evlərinə atalar. Qorxma Sarı, qorxma bu boş Sizə balan demədim. cadugərin sözlərindən. İlahi tövbə! Vəzifəmə görə müsəlmanları baş verəcək təhlükədən agah eləməli idim. İlahi tövbə! Bu sözlər hamı boş və əsassızdır. Onlar bizi qorxutmaq istəyirlər. İlahi, bizi Şamlı Dəccalın şərrindən hifz elə. O qədər əqrəbi kuzə ilə necə doldura bilərlər axı? Kuzələri əqrəblə doldurublar. Əqrəbləri kuzə ilə yox. Şübhəsiz ki, Şamın muzurlarındandır. Onun əl-ayağını bağlayın. Oldu əmir. Atınızdan düşün. Əqrəbi necə tuturlar ki, sancma? Çox rahat. Su içmək kimi. Əməllərini gözlərimlə görmüşəm. Şam əskərləri bir çubuğun başına çəyirtkə bağlayırlar və onu əqrəbin yuvasına yaxınlaşdırırlar. Əqrəb çəyirtkəni ovlamaq həvəsi ilə yuvadan çıxır və dəliyə düşür. Sənin dediyin Şamın o yonulmamış, kələkötür, heykəlli əskərləri mənə bənzəmirdilər ki. Niyə? Heykəldə və heybətdə onlardan geri qalmazsan, hə? Amma uca boyluluqda onların üçdə biri də olmazsan. Səhv eləmirəmsə, sizi hardasa görmüşəm. Elə deyil, hə? Görmüşəm. Bir qeyrət. Xəcalət çəkmirsən? Bu boş-boş sözlərindən cəmaatın ürəyinə qorxu salırsan. Öz şəhərinin cəmaatını və diyarını neçə sikkiyə satmısan xain. Kaşsın idi bu əlim ki, duzu yoxdur. Bu da mənim yaxşılığım. Sənin əllərin duzsuz deyil. Xaindir. Mən onları sındıracam. Bağlayın onun əl-ayağını. Ey cəmaat, bu yalancının sözlərini anlamayın. O istəyir ki, sizi dəstə-dəstə ölümə sürükləsin. O istəyir ki, sizi öz bəlalarına sipər eləsin. Mən adam satanam, yoxsa siz, hə? Bir dənə də düz sözünüz yoxdur. Ne üçün müharibə xəbərini gizlədirsiniz, hə? İraq ordusunun təslim olması yalandır. Yoxsa sən İbn Əlinin yaralanması, hə? Həmin zəhərli əqrəblərdən bir-ikisini üstünə buraxsam, dil açıb onlardan hansı tapşırıq aldığını deyərsən. Aparın onu. Ey cəmaat! Ey cəmaat! İraq cəmaatının ordusundan şikəstlər, kör və qocalar qalıb ki, onlar da ölüm mələyinin intizarındadılar. Ey cəmaat! Şamlıların təzə oqqasını onların dilindən eşitdiniz. İndi isə bugündən Mədayinin işlərini öz öhdəsinə götürən Əmir Muxtar Səqəfinin sözlərinə qulaq asın. Mən güman eləyirəm ki, Muaviyə İraq cəngavərlərinin dinini və dünyasını əlindən almaq üçün dəvələrin belinə qızılla dolu küzələr yükləyəcək. Amma bu zəhərli əqrəblər sadə hilələr məcmuəsindən qoparılmış vərəqlər kimidir ki, Siffeyində Quran adına nizələrin başına keçirildi. Həqiqət budur ki, İraq ərəbləri
həmişə döyüş meydanında Şamın quldurluğunun qurbanı olub və olmaqdadır. Şamlılar döyüş əhli olsaydılar, çox güman ki, zəhərli əqrəblərə heç vaxt əl atmazdılar. Onlar bütün ümidlərini sizin cahilliyinizə bağlayıblar. Necə ki, bundan əvvəl İraq qoşununun gözətçiləri döyüş meydanına girməzdən əvvəl Muaviyyənin qızıllarının əsiri olublar. Cemaat, Müçtəba yaralanıb. Döyüş meydanında yox. Nə də Şam ordusunun əli ilə yaralanmayıb. O, gecənin qaranlığında və zalim xəvaricin qılıncı ilə yaralanıb. Bugün sizin şəhəriniz Mədain şəhəri Peyğəmbər övladının mizbanıdır. Allaha şükür yarası yaxşılığa doğrudur. Tezliklə yataqdan qalxıb Muaviyyəyə bu yaramaz sözlərinə və hərəkətlərinə görə tutarlı cavab verəcək. Görərsiniz. Amma mən Muxtar Sədəfi bugündən istəyirəm bu şəhərdə hər bir şübhəli nadanı, hər bir xaini beşiyindəcə boğum. Bax, bu şəhər sizin Nədain şəhərinizi Allahın köməkliyi ilə Şam muzdurlarının natəmiz vücudlarından təmizləyərəm. Sifariş elədiyim taxt odur. Hə, çoxdandır ki, hazırdır. Ey zəmbin qutilət! Ey Mədain cəmaatı! Hansı günaha görə sizi faydasız müharibənin qurbanı eləmək istəyirlər? Siz bugün elə bir şəxsi qonaq qəbul eləmişsiniz ki, buna görə qanınız töküləcək, var dövlətiniz qarət olunacaq, namusunuz hərraca çıxarılacaq. Çox çəkməz ki Şamlılar mancanaqla, Rumun neftli qablarıyla başınıza od yağdırarlar və sizi ev eşiklərinizdə diri-diri yandırarlar. Nə üçün Həsən İbn Əli sizin şəhərinizə gəlməlidir? Bilə-bilə ki, döyüşü uduzub, Muaviyyə onun başı üçün vədələr verib. Mən mücahidlərin ordusundan gəlirəm. Şəhid qardaşları Cərrah İbn Sənanın yasını saxlayırlar. Həmin şəhid ki, yalnız Əbu Turab oğlunu, Allaha xatir Əbu Turab oğlunu yaraladı. Özü də şəhadətə çatdı. La hükmü illa lillah! 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 Qardaşlar, Məhəmmədin şəriətinin arasında gəlib ki, hökumət İran və Rum kimi irsi olmalıdır. Muaviyyə özünün nazlı, itbaz, meymunbaz oğlu üçün ələyaq kəsir. Və Əlinin oğlanları da Peyğəmbərlə qohumluqlarına görə sui-istifadə edirlər. Yaxşı uzaq görənliyim var əzrək. Boş meydanda rəcəz oxumaq qəhrəmanlıq tələb eləmir. Lənət olsun xəvariclərə, ərəblərin rüsvayçılığına səbəb olmusunuz. Siz ki Muaviyyəni kafir bilirsiniz. Necə oldu ki onun süfeyində müsəlmançılığına şəhadət verdiniz və nizələrə keçirilmiş Quranların qarşısında səcdə elədiniz. Eşitdiniz qardaşlar? Bizi ittiham edirlər ki, dindən çıxmışıq. Bir halda ki Əhmədin şəriətinə ən vəfalı olan ümmət bizik. Dünənki və bugünkü sözümüz birdir. Nə Muaviyyə, nə Əli, nə də onların övladları. Nə qədər bunlar iş başındadılar. Qardaş qırğınının sonu yoxdur. Müsəlmanların vəziyyəti bundan da pis olacaq. Ümmət arasında fitnə fəsad bitməyəcək. Allaha and olsun. Əməvilərin və Ələvilərin fitnələri var olduqca cihaddan üstün bir fəzilət yoxdur.
La hükmü illa lillah. La hükmü illa lillah. La hükmü illa lillah. La hükmü illa lillah. La hükmü illa Ey cemaat, Əbu İshaq. İşin əsas səbəbkarı. Bura bax, hünərin var muxtarın qarşısında meydan oxu. Bu mübahisənin yaxşı tamaşası var. Deyirlər Muxtar əkinçilikdən əl çəkib, hə? Eşitmişəm İraq ordusunun başçısı olub. Çarçılar onu mədayinə başçılıq eləməsi xəbərini deyirdilər. O ki mədayında əmir idi. Muxtar əmir deyildi, Allah bəndəsi. Mədayinin əmiri Muxtarın əmisidir. Nə əcəb yarasalar günün günorta vaxtı meydana çıxıblar. Bildiyimə görə yarasalar işıqdan qaçırlar və gecənin qaranlığında yemək yemək üçün ova çıxırlar. Sən axı bir tərəf idin. Qardaş qırğınından üz döndərmişdin Əbu İshaq. Belə çıxır ki, səni aldatdıqları düzdür. Sən nəyin tamahına dinini dünyaya satmısan Muxtar? İraqın padşahlığına dəyər? Bilirsən nəyə görə bu döyüşdə qardaş qırğınına bir tərəf idim? Səbəbi sizin kimi heyvanların ədalətinə əsabaniyyətdir ki, sizlərə qılıncdan yapışıb aşkarda cövlan etmənizə və avam cəmaatın arasında dolaşıb axmaq fikirlərinizi car edəsiz. Xavaric, mənim nəzərimcə hərbi kafirlərdir və qətli vacibdir. İstər qılınc çəksinlər, istərsə də çəkməsinlər. Bu dəfə, yalnız bu dəfə Əl-Kazimin əl-Qayz və lafinə ənin-nas hökmünə əsasən qanınızdan keçirəm. İndi cəhənnəm olun və gözümün qarşısından itilin. Əgər bir daha sizi görsəm, analarınızı matəmlərinizdə otuzduracam. Get və bu xəbəri xəbis dostlarına çatdır. Qılıncın da dilin kimi rəcəz oxuyur. İraqın gələcək padişahı. Bu vaxta qədər qılıncımla it öldürməmişəm. Cihan, bu şeytan qoşununa nəfəs almağa fürsət verməyin. Bunları azad buraxmaq rəiyyətə zülm eləməkdir. Hamısını sarayın zindanına aparın. Oldu əmir. Hey siz! Yaxşıca qulaqlarınızı açın eşidin. Bundan sonra hər kim şəhərdə öz başına qılınc çəksə və ya çomaq götürsə, şəhərdə ixtişaş yaratsa, deməli o cinayətkardır. Mənlə qarşılaşacaq. İstər ərəb olsun, istər əcəm, əməvi olsun, ya da ələvi. Bundan sonra Mədain şəhərinin əmniyyətinə Muxtar cavabdehdir. Başqa heç kim. Oğlu! Tutun! Oğlu! Oğlu! Tutun onu! Tutun! Oğlu! Hey! Niyə hürkmüsən gülüm? Niyə qorxmusan? Muxtar meydana gəlib. Eşitməmisən? Niyə? Mədayına od düşüb Muxtar da şəhərin alovunu söndürən su olub? Necə də ağırdı. Heç kim onun qarşısında söz deyə bilməz. Onu evinə bağlaya bilmədin, hə? Bilmədim hənanə. Tələyə düşmədi. Nariyənin alovlu eşqi belə onu bu fikrindən döndərə bilmədi. Qulağını hər boş sözə qarşı bağlayıb. Sən niyə özün üzürsən ömrə? Muxtar gəlişi ilə Ömərin əl-qolunu bağlayıb. Ay sənə qurban. Ömər istəyir ki, İraqın şahı olsun.
Odur ki, Muxtarın maneəsini dəf eləməlidir. Səncə bacarar Həvənə? Əgər sən istəsən, bacarar. Yenə nə yuxu görüb? Xeyirdir Ömrə, xeyirdir. Ömər və Muxtar uşaqlıqdan bir-biri ilə rəqib olublar. Bir-biri ilə razılaşarlar. Gəl, qulaq as gör Ömər sənin üçün nə xəyallar qurub. Eşidəndə ağlın başından çıxacaq. O məcusi boyaqçıları öldürün. Yan kafir məcusi, sən öləsən öz nemət sahibinə dodaq büzmüsən. Qışqır görüm. Həq Ələvilərlədir yoxsa Əməvilərlə? Hə, Muaviyə yoxsa Əli? Fəryad ilərə bir qıçı. Muaviyyənin axırından yığdığın qızılları qaytar. Haq qızılı olan kəslədir, yoxsa Allahı olan kəslə? Vurdun? Mən başa düşmədim. Bu adam başıdır, yoxsa ulaq başı? Başımın üstünde bu inək buynuzuna gəzir. ای خر حالان جلت نو شده از قبای زرگر ای خر ارباب محیلت شده از خصم پیمبر ای خر حالان جلت نو شده از قبای زرگر ای خر از بس که الاغی سوارت شده یک تازی بربر Burnuva camış peyninin iyi gəlib, keçəl məcus. Elə bilirsən Əlinin oğlunun Beytul malından sənə camış sürüsü qismət olacaq? Camış, sənə deyirsən, hə? Gəl qabağa. Gəl qabağa ki, olmayan beynini itlərə yem eləyim. Gəl qabağa deyirəm. Sənin bəbasilin ətirlənib, yoxsa canıva qurt düşüb? Hansı xəstəliyini bizim üstümüzə töhmək istəyirsən, ey Şeyx Əbu Mərəz? Mənim sənə toplamağımdan sənə nə? Hansı haqla mənim evimdə mənə hökmranlıq eləyirsən, məlun? Vurum! Eşşək oğlu, Şam ordusu, şəhərin darvazasının arxasında çadır qurublar. Muaviyə bilsə ki, Mədain Əlinin oğlunun himayəçisidir, nə böyüyümüzə, nə də kişiyimizə rəhm eləməz. Kəs çərq deyən, sənin mədayinə, mədayinlilərə ürəyin yanmasın. Hamı bilir ki, oturaq həyat tərzi keçirən ərəblər Muaviyyənin muzdurlarıdır. Siz qorxursunuz ki, Muaviyyə sizin maaşınızı, əcrinizi kəsər. Muaviyə o qədər səxavətlidir ki, ulağı tövlədə bağlayır, axırına da qızıl tökür. Sən ki Əlinin oğlunun daşını sinənə vurursan, başınıza nə gül tökəcək, axmaq keçəl. İranlıya da ərəbə də bir gözlə baxmağı Əlinin oğlunun ədalətinə bəs eləyər. Onun hədəfi üçün başımızdan, canımızdan keçərik. Allaha and olsun, təkcə elə bu səbəb kifayət edir ki, biz Əlinin oğlunun qanına suyaq. Ərəblə əcəmin eyni olması arzusunu özünlə qəbrə aparacaqsan. Kes səsini Muaviyyənin ulağı, vurub!
ərəblər hansı tayfadandılar? Dilini pişik yeyib, mən tək-tək dilinizi kəsəcəm ki, bütün ömrü boyu danışmaqdan azad olacaqsınız. Sən bizi çarmıxa çəkmək üçün gəlmisənsə çək. Qəbilələrimizlə nə işin var? Sən səlib istəmirsən namərd, xalta istəyirsən, fitnəkar pisliyin, sənin gözünün kəsəsində qurd kimi qaynayır. Həzrət Ali, bu cemaat Həzrəmi ərəblərindəndir. Sən əcəmin hansı tayfasındansan? Deyləm əcəmlərindən. Həzrəmi ərəbi ilə deyləmi əcəmilərinin mübahisəsi. Bu da müharibədir. Əməvilərin və Ələvilərin. Bəs burada niyə? Mədayində. Ne üçün boyaqçıların bazarında? Şəhərin daxilində mübahisə eləmək ixtişaşdır. Qanun və təhlükəsizlik əleyhinə müharibə. Əmirlə savaş. Bugün bu şəhərin əmiri mənəm. Mən döyüşmək üçün adam axtarıram. Cihan. Bəli, əmir. Bunların hər birinin əməl dəftərini varaqlasaz, hamısı ya zərbə vuran, ya da zərbə alandılar. Günahkardılar. Cənab əmir, bu mübahisənin nə üstündə baş verdiyini soruşmaq istəmir. Nə üçün, nəyə görə? Bu qazinin işidir, əmirin yox. Gördün keçəl. Bu idi sənin özünü uğrunda tikə parça elədiyin ədalət? Əllərin ağrımasın, muxtar. Elə bildim ki, bu İraq ərəblərindən olan igid meydana gəlib ki, şiyə xar və zəlil olmasın. İstəyirdiniz bu xəstə, satqın, Həzrəmi şeyxinin söyüşlərinin qarşısında mən lal olum, hə? Əlinin oğlunu müdafiə elədiyim üçün üstümə qılın çəkib. Mən boynumu əyməlidim ki, vursun. Haqq olan adamın məhkəmə və mühakimədən qorxusu olmaz. Bir də ki, bu fitnəkarlığın oyuncağı olan düşmənin dəyirmanına su tökən şiyə çürüyənə qədər həbsdə qalmalıdır. Muxtar, Xalul Möminin Muaviyə ibn Əbu Sufyan bu müharibənin qalibidir ki, Mühəmmədin mirasını ələ keçirib. Sən və əmin ona mane ola bilməzsiniz. Sən fərasət və siyasət həlisən, Muxtar. Ne üçün İraq ərəbi hökumətini əlinin oğlu ilə mübadilə eləmirsən? Niyə bunları zindana aparmırsan? İstəyirik cəmaat bunlara tamaşa eləsin. Nəyə görə? Bunları əsir tutmaq azadlıqda olan fitnəkarlara ibrət dərsidir. Adamların abrayası ilə oynayırsan? Onları cəmaatın gözündən uzaqlaşdırın. Oldu əmir. Sizin üçün üzürlü səbəbim var. Bəlkə qardaşım oğlunun köməkliyi ilə bir neçə günə çətinliyinizi həll edə bildim. Bu da qardaşım oğlu Muxtar. Əssalamu əleyk ya muxtar. Və aleykum əssalam. Buyurun. Əssalamu aleykum. Və aleykum əssalam. Əssalamun aleykum. Əbu Ubeyd Səqəfinin oğlu Muxtarın vəsi barədə çox eşitmişəm. Tanış olmağıma şadam. Təşəkkür edirəm. Buyurun, buyurun.
Allah rəhmət eləsin yer üzünün bütün şəhidlərinə. Sən qapıdan girəndə bir an elə zənn elədim ki, qardaşım Əbu Übeyd gəlib. Heç bilirsən bu geyimdə ona necə oxşayırsan? Afərin qardaş oğlu, üzümü ağ elədin. Sənin xəbərlərin anba-an gəlib mənə çatır. Əcəb zərbə göstərdin. Eşitmişəm, afərin sənə, afərin. Əminin üzünü ağ elədin. Allaha şükür nizam və əmniyyət bərqərar olunub. Məmurlar şəhərin vəziyyətini nəzarətdə saxlayırlar. Afərin əmi qurban. Biz bu hadisələrdən əvvəl ambarda nə qədər azuqəmiz var idisə, imamın istəyi ilə göndərmişik. Hal-hazırda hökumət ambarları mənim əlimin içi kimi saf və təmizdir. Bununla belə Mədayinin varlı əhalisinin kömək edəcəyindən naümid deyiləm. Siz sabata gedin. Mən çalışaram ki, sabah sizin üçün birinci karvanla azuqə və yem yükləyib göndərim. Allah sizin cəlalınızı artırsın. Əgər imamın 10 sizin kimi səhabəsi olsaydı, bu müsibətə düşməzdi. Görək Allah nə məsləhət bilir, qardaş. Bəlkə bu müsibətdə bir rəhmət var ki, biz hikmətini bilmirik. Bugün İmam Müctəbanın vəziyyəti Cəddi Rəsulullahın öhdəki vəziyyəti kimidir. Öhdəki məğlubiyyətin bərəkətlərindən biri müsəlmanların ayılması idi. Bəli, əlbəttə. Mürəqqəs olmağıma icazə verirsinizmi? Allah amanında, Allah qorusun. Cənab Muxtar, siz İraqın məşhur pəhləvanları Sələhşur ərəblərinin nəslindənsiz. Peyğəmbər evladının yanında yeriniz boşdur. Sizinlə bir cəbhədə döyüşdüyüm üçün fəxr edirəm. Allah bilən məsləhətdir, Sərdar. Haqqın pənahında. Xudafiz. Allah amanında. Eşitdin, qardaş oğlu? Bil ki, sən pəhlivan nəslindənsən. Görürsən cəmaatın nəzərində sənin və atanın necə məqam və dərəcəniz var? Bu məqam və mərtəbəni qoruyub saxlamaq çox çətin işdir. Məsləhət görürəm ki, sabahatda imamın ordusuna baş çəkəsən. İraq ordusunun ruhiyyəsi ölüb. İnanıram ki, səni görməklə yenidən əhval-ruhiyyə yüksələcək. Həqiqətən siyasət adamısan, əmican. Siz məndən istədiniz ki, Mədayinin işlərini idarə eləməkdə və imamın canını qorumaqda kömək eləyim. Mən də canla başla qəbul elədim. Nə qədər ki, imam Mədayindədir, səndən heç bir köməkliyi əsirgəməyəcəm. Amma sonu məğlubiyyətlə və rüsvayçılıqla nəticələnən döyüşə girməyəcəm. Bunu məndən xahiş eləmə. Deməli, itirdiklərinin əvəzini vermək istəmirsən? Nəinki istəmirəm, hətta bacarmıram. Niyə bacarmırsan? Sənin işləri idarə etməkdə fövqəladə qüdrət və bacarığın var. Sən yarım gün ərzində Mədayini fəth eləyə bilmisən. Niyə İraqın məhv olmuş ordusunu yenidən yarada biləcəyini düşünmürsən? Mədayini ona görə yarım günə fəth elədim ki, buna tam ixtiyarım var idi və siyasətdən sui-istifadə elədim. Amma imam bu cür üsulla razı deyil. Niyə? Çünki bu üsul ola bilər, günahsız insanlar da qurban olsunlar. Buna yol vermək olmaz. Məsələn, boyaqçı kimi. Onun günahsız olduğunu bilirəm. Amma əgər onu həbs eləməsəydim, ərəb-əcəm davadalaşı soyumayacaqdı. Yaxşı. Bu da bir səbəbdir. Ümidvaram, imamın Mədayində qalması uzun çəkməyəcək. Nədən nigaransan, Muxtar? Əkin-biçinimdən, rəyyətimin işlərindən. Az iş deyil, bir qoşun çörək yeyən var. Kiyan?
Bu nədir? Muxtarın əsas məşğuliyyəti sənsən. Nə üçün bu şirlər şahını arvad uşaq içində zəlil edib, əkin biçinini, çörəyini həbs eləmisiniz? Cavab ver. Kiyan, mənim mühüm məşğələm sənsən? Mən sizin qulamınızam, Muxtar. Nə oldu? Niyə çuğundur kimi qızardın? Afərin bu abır həya və təvazuya. Bu kinayəni deməkdə məqsədiniz nədir? Kiyan cariyəni məndən elçilik edib. Mən sənin razılığını şərt qoymuşam. Narahat oldun Əbu İsaq. Dostluğumuz haqda düşünürdüm. Pis bir fikrə düşmədin ki. Doğrusu niyə? Fikir eləyirdim olmaya riyasız dostum bacıma görə mənim o tərəf bu tərəfimə keçir. Məndə qəribə bir his var ki, yan. Cariyə mənim ögey bacımdır və mənim evimdə böyüyüb. Düzdür ki, onun haqqında atalıq eləmişəm. Amma qəbul elə ki, onun ixtiyar sahibi deyiləm. Sənin bizlə qohum olmağı mənim üçün anlaşılmazdı. Amma bununla belə mən bir söz demirəm. Bu gecə bizə gəl və bəxtini sına. Mənim razılığım məsələnin bir tərəfidir. Qəti cavabı cariyə verməlidir, mən yox. Ərəblə əcəmin nə qohumluğu? Xəcalətliyəm Kiyan. Ümidvaram dostluğumuza şəkk eləməyəcəksən. Düşmənin xəcalətli olsun. Sənlə dostluğumuz həqiqidir. Acılıq, şorluq, tündlük onun şirinliyini aradan apara bilməz. Sizlə qohum olmaq mənim üçün iki qat zövq idi ki, bədbəxtlikdən baş tutmadı. Bu qızcığazın tərbiyəsizliyi cavabsız qalmayacaq. Ona yedizdirdiyim yemək və geyindirdiyim libasın qarşılığında onu ədəbləndirməyə haqqım var. Afərin, afərin Ümmü Sabit. Qoynunda əcəb ərəb bəsləmsən. Mənim hörmətim cəhənnəmə. Qonaq qarşılamağım bu idi. Nə üçün qavqacağı mənim başımda sındırırsan, Muxtar? Cənab Kiyan, Muxtar sizin istəyiniz barədə mənə heç bir söz deməmişdi. Elə bilirdim ki, həmişəki kimi dostunuzu görmək üçün gəlmisiniz. Nə fikriniz olduğunu bilsəydim, cariyəni başa salardım ki, heç olmasa hörmətsizlik eləməsin. Mən də xəcalətliyəm. Mən bu cümləni ərəblərdən çox eşitmişəm, xanım. Eybi yoxdur. Ədəbsiz, mən sənə göstərərəm. Yox, Əbu İsaq, yox. Sən Kiyanın canı yox. O cavan və qürurludur. Allaha and olsun, eşq atəşini onun qüruru qəlbimə salıb. Xahiş eləyirəm, biraz səbirli ol. Sən qarışma Kiyan. Bu qız mənim qürur və şərafətimi ayaqlar altına atıb. Xahiş eləyirəm, xanım. Siz bir iş görün. Cariyə mənim qızım yerindədir. Ona illərlə analıq eləmişəm. Qamçı yanğısına dözmək bizim soyumuzdan olmayan bir kişinin yanında yaşamaqdan yaxşıdır. Təhqir eləmək istəmirəm. Özün gərək belə şeyləri götür qoy eləyəydin.
Mən inana bilmirəm ki, sən İrana könüllü olaraq hücum eləyən ilk kişinin oğlu olasan. Pəhləvan və məşhur kişinin oğlu. Fil ovçusunun oğlu, hansı ki sonda İranlı filin ayaqları altında əzilib məhv oldu. Sən həmin atanın oğlu olsaydın, bugün atsız sansız bir İranlının dostu olmazdın. Başından böyük danışırsan, abırsız, həyasız qızcığaz. Mən şənimə layiq danışıram, Muxtar, başa düş. Mən bir ərəb qızıyam. Əbu Übeyd Səqəfinin qızıyam ki, özü üçün bir fil idi. Sən hələ də məni həmin balaca, yetim qız gözü ilə görürsən ki, qardaşı ona minnət qoyaraq böyüdüb. Sən mənim vəkilim olmusan ki, canımı mənimsiyəsən. Əgər ürəyi yanan qardaş olsaydın, məni təhqir eləməyə razı olmazdın. Necə razı oldun ki, əsil nəsəbsiz bir İranlı öz həvəsinə görə cəsarət və hörmətsizliklə biz ərəblərin adət-ənənəsini ayaqları altına atsın? Bizim fəzilətimiz tayfa, soy və nəsillə deyil, qanmaz. Biz müsəlmanıq. Bu adsız sansız İranlı barədə nə bilirsən ki, kinli dəvə kimi üstünə gedirsən? Sən bir yox sözü ilə ona cavab verə bilərdin. O məni təhqir elədi. Mən də bu təhqirin cavabını verdim. Bax belə. İnanırdım ki, damarlarında cahil ərəblərin qanı axır. Yaxşı qulaq as. Bu vaxta qədər elə düşünürdüm ki, halal tikə sənin vəhşi xasiyyət və vərdişini dəyişə bilər. Bu gecə səndən cahil ərəb dili ilə danışıram. Həmin öyündüyün əsil məzhəbin dili ilə danışıram. Mənim süfrəmin başında sümük gəmirmisən. Deməli mənim kənizimsən. Bu vaxtacan da belə olub. Sən həmişə mənə kəniz gözü ilə baxmısan. Sən mənim sahibimsən, qardaşım yox. Mənim sahibim, istədiyin qiymətə məni İranlı dostuna sata bilərsən. Kiyan gəlin istəyir, əqrəb yox. Mən səni heç vaxt satmayacam. O qədər ərsiz qal ki, başının tükləri dişlərinin rəngində olsun. Əhsən bu əllərə, əhsən bu əllərin verdiyi bəhrəyə ki, belə bir qız tərbiyə eləyib. Mən onunla bacara bilmədim, Muxtar. O tənha və qəmgin bir qızdı. Bugün diri-diri torpağa bastırılan qızların bəxtəvər olduğundan danışırdı. Arzu edirdi kaş dünyaya oğlan kimi gələydi. Qorxuram ağlını itirə. Qəlbindəki qeyri-həqiqi eşqin divanəsi olub. Əgər onun üçün ürəyin yansaydı, ona yaxşı analıq eləyərdin. Sən axı insafsız deyildin, Muxtar. İcazə ver öz həyat yoldaşını özü seçsin. Qoy seçsin. Amma Səhəd İbni Vəqqasın oğlunu yox. Bacımın ərinin Ömər İbni Səhəd olması mənim üçün rüsvayçılıqdır. Nariya, qürurumu yaralasan, eşqimin boynunu vuraram. Gördün? Ərəblə əcəmin necə bağlılığı var? Mənim ağzımdan rədd cavab eşitsəydin, min cür pis fikirlərə, xəyallara düşərdin. İstədim ki, yox sözünü bu inadkar və üsyankar qızcığazın öz dilindən eşidəsən. Muxtar döyüş meydanında nərə çəkəndə, eşidənlərin tükləri biz-biz olur, canlarına vəlvələ düşür. Amma evinin idarəsində siçan qədər təsiri yoxdur. Daha çox ürək ağrıdan odur ki, Əli şiyəsi olan Muxtar elə bir qıza aşiq olub ki, Peyğəmbər onun atasını ziyankar adlandırıb.
Bu eşqin rüsvayçılığı mənim 7 arxama da kifayət eləyər. Yox Kiyan, sən yox. Sən əlinin xalis şiyəsisən. Özün də layiqli həyat yoldaşı istəyirsən. Bu alçaqlığın xəcaləti mənə az deyilmiş kimi, üstəlik tülkü sifət, hiləgər Ömər Səd cariyənin ayağının altında oturacaq, ona atasının etibarı haqqında namələr oxuyacaq. Əgər əlim bu dəccala çatsa, boynunu sındıraram. Afərin, əhsən sənə. Həqiqətən də bu, Ömər ibn Əbu Vəqqas üçün böyük bir fəxirdir ki, Muxtar, Əbu Übeyd Səqəfi onun düşmənidir. Böyük Muxtarın qəzəblənməsinə səbəb olduğum üçün qürur hissi keçirirəm. Axı bu gecə bu evdə nə xəbərlər var? Hansı həyasız xain burada fitnə fəsad yaradıb? Mənim abır həyamla, şərəfimlə oynamağa gəlmişsən haramzada. Güc vermə mömin, Allah eləməmiş qarnın yırtılar. Ağsarayın döyüş meydanı deyil ki, qılınc çəkirsən. Qınına qoyam, oğlu. Mən qonaq gəlmişəm. Qılıncı olmayan qonağın üstünə qılınc çəkmək kişilikdən deyil. Bu evi murdarlamış nəcasət yalnız qanla təmizlənər. Bu gecə bu ev ikimizdən biri üçün sallaxanadır. İstəmirəm dillər əzbəri olsun ki, Ömər Səd müdafiəsiz idi, Muxtar onun canına qıydı. Fürsət verirəm ki, belinə bağladığın xəncərlə özünü müdafiə eləyəsən. Deməli sənin ağıl və fərasətin barədə eşitdiklərim qondarma imiş. Zerbi, ged Muxtarın əmisinə xəbər ver, tez. Başda xanım, başda. İstəmirsən günahımı deyib sonra öldürəsən? Günahını qəbir daşına həkk eləyəcəm. Özünü müdafiə elə. Mən cariyənin elçiliyinə gəlmişəm, döyüşə yox. Cariyə çatmaq üçün əvvəlcə gərək mənim nəşimin üstündən keçəsən. Mən səni öldürmərəm. Çünki cariyənin göz yaşlarını görmək istəmirəm. Nariyecan, qurban olum. Sən Muxtarı ram eləyə bilərsən. Qorxuram cariyə. O bu gecə çox pis yaralanıb. Axmaqlıq eləmə Muxtar. Biz bu məsələni kişi kimi həll eləyə bilərik. Mən öz qarşımda kişi görmürəm. Əgər sən kişi olsaydın, vəfalı it kimi Əli ümmətinin dərgahında hürməzdin. Atanı Müaviyə zəhərləyib öldürdü. Sən ondan intiqam almaq əvəzinə Əbu Süfyanın oğlunun əlini ayağını öpürsən. Atasının qanına tüpürən adam qarnını leşlə dolduran heyvan kimidir. Qılıncını çək! Çək qılıncını leş yeyən, özünü müdafiə elə! Al payını, al! Yadında saxla ki, özün istədin. Mən bu gecə bu evə xoş niyyətlə gəlmişdim. Amma əfsus qarşıma şər çıxdı. Yaxşı zərbə vurursan Muxtar. Amma mən də döyüş oğluyam. Bu gecə yaqalanın divanə zindanbanına qalib gələcəyəm. Ya da ki, məşuqumun vüsalı yolunda canımı qurban verəcəyəm. Nariyecan, nə qədər ki öldürməyib bir iş gör. Onun gəlişi qara əzab paltarı kimidir, ikimizdən biri giyəcək. Mən də əl-ayağımı itirmişəm, cariyə. Hələ bu vaxtaca Muxtarı bu halda görməmişdim. Ayağın ısınsın Zerbi, hara getmisən? Bilirəm, təkcə Səyid bu döyüş ateşini söndürə bilər. Gecə sübut eləyərəm ki, İran Fatihinin oğluyam. İran Fatih Sərdarın oğlu. Azacıq abırhayan qalıbsa, o da atanın mirasıdır. Atanın fətləri ilə öyünmək hünər deyil. Özünün nəyin var, Əməvilərin vəfalı iti. Gəl. Görürəm ki, palçığa batmısan. Ələvilərin yorğun ulağı. Hərifin qarşısında hünər göstərmək nə vaxtdan ar olub?
Muxtar! Əl saxla, qardaş oğlu. Sən hara? Ağsaray hara? Sədin oğlu? Xeyir iş üçün gəlmişdim. Sarayımızın zəncir açılmış iti üstümə diş qıcıdıb üzümə caynaq atdı. Hansı xeyir iş ay namərd? Elçiliyə gəlmişəm. Cariyənin elçiliyinə. Özü qanmaz olan, digərlərini də özü kimi ulaq hesab edər. Elçi getməyin adətən ənəsi var, ay vaxtsız xoruz. Sən ev sahibinin icazəsi olmadan, özü də ki qapını döyməmiş. Saray peyğəmbər övladını qonaq qəbul elədiyi bir gecədə bu hökumət evinə gəlmisən ki, məndən qız istəyəsən, hə? Yaxşı, bu işin nəyi günahdır? Ev sahibindən icazəsiz gəlmişəm, çünki bilirdim ki, xoş sifət göstərməyəcəklər. Qapını döyməmişəm, çünki bilirdim ki, üzümə qapını açmayacaqlar. Bu gecə Peyğəmbərin oğlu Ağsarayın qonağıdır. Yaxşı, mən də Peyğəmbərin sünnətini icra eləməyə gəlmişəm. Hə. Belə görürəm ki, işin bir yerində səhv buraxmısan, Ömər. Qərar qoymuşduq ki, hər kimin içəri girməyə icazəsi olmadan saraya daxil olsa, qanını axıtsınlar. Sən saraya necə daxil olmusan ki, hələ də sağsan? Bəxtim gətirdiyi üçün hələ də sağam. Bax, görürsünüz, qanım axıdıblar. Sənin bəxtin gətirməyib. Yəqin qalanın ətrafındakı bürc və hasarımız möhkəm olmayıb. Bəlkə də darvaza gözətçisi dirhəm və dinar kisəsinə allanıb. Tezliklə bu şübhəli elçiliyin arxasında hansı pis niyyətin gizləndiyi məlum olacaq. Tutun onu! Axı sən ağıllı və təqvalı adamsan. Cənab vali, hansı səbəbə görə məni məhkum eləyirsən, hansı? Hələ hökm çıxarılmayıb. Sən bir neçə gün qalanın qonağısan. Cənab vali, əlinin oğlunun qalası və hasarı qalmayıb ki, mənfət eləmək istəyim. Siz boş yerə məndən şübhələnirsiniz. Elə burasını pis hesablayıbsan. Nə qədər ki, Peyğəmbər övladı mənim qonağımdır, Şam şeytanlarının üsulu ilə hakimiyyət eləmək fikrindəyəm. Əgər ağla batan sübutun varsa, məhkəmədə eşitməyə hazıram. Bu kaftarı mənə tapşırın, əmican. Söz verirəm ki, dilini açacam. Bir şərtlə, Muxtar. Söz ver ki, onu öldürməyəcəksən. Dublyajın rejissoru Süleyman Fərzəliyev. Tərcümə edənlər Süleyman Fərzəliyev, Könül Cavadova. Səs rejissoru Ülvi İmanov. İnzibatçı Xeyrullah Zeynalov. Dublyajın direktoru Süleyman Fərzəliyev. Filmi səsləndirdilər Elşən Rüstəmov, Kazım Abdullayev, Məmməd Səfa, Rafael Dadaşov,